Hörmətli xonaqlar, cənablar, qonaqlar və şahmatçılar. Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, SOCAR-ın sponsorluğu, SİRAB və Landmark'ın tərəfdaşlığı ilə keçirilən Azərbaycan çempionatının açılış mərasimində hər birinizi salamlayırıq. Ötən ildən etibarən Azərbaycan Şahmat Federasiyası ölkənin bütün aktiv şahmatçıların mübarizə apardığı çempionatı reallaşdırmağa nail oldu. 2025-ci ildə Azərbaycan şahmat tarixində ilk dəfə titulundan asılı olmayaraq bütün şahmatçılar birincilik uğrunda yarışda iştirak etdi. Gəlin, şahmat tariximizin ən maraqlı Azərbaycan çempionatını yenidən xatırlayaq. Əziz dostlar, ötən ilki həyəcanı xatırladıq və inanın ki, bu ilki çempionat daha maraqlı, daha gərgin olacaq. Çıxış üçün dəvət olunur Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov. Əziz və hörmətli açılış iştirakçıları, hörmətli Fərid müəllim, hörmətli Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin üzvləri, hörmətli Faiq müəllim, Bəxtiyar müəllim, Sərxan müəllim, Elnur müəllim, İlahiyə xanım, hörmətli hakimlər, hörmətli iştirakçılar, hörmətli ötən ilin çempionları, hörmətli şahmat ictimaiyyəti, valideynlər, jurnalistlər, hörmətli jurnalistlərimiz, sizin hamınızı bir daha növbəti Azərbaycan kişilər və qadınlar arasında çempionatın açılışında görməyə çox şadam. Biz bilirsiniz ki, son illərdə qəbul etdiyimiz qərarlar, tutduğumuz kurs nəticəsində Azərbaycan çempionatlarının səviyyəsini maksimum səviyyəyə çatdırmağa səylər göstəririk. Bu yolda çalışırıq, mükafat fondunu artırırıq, şahmatçılarımızı çalışırıq, stimullaşdıraq ki, Azərbaycan çempionatını ən vacib yarışlardan biri kimi saysınlar, hörmət eləsinlər, seçsinlər. Və mən çox şadam ki, bizim şahmatçılarımız demək olar ki, 100%, 99,9% bu çağırışa əməl eləyirlər və Azərbaycan çempionatında öz gözəl münasibətləri nümayiş elətdirirlər. Bundan sonra biz istəmirik ki, Azərbaycan çempionatı sıravi bir yarış olsun.
yadınızdadırsa müəyyən illər, nə bilim 5, 10, 15 il bundan əvvəl Azərbaycan çempionatları həddən artıq bir sönük bir yarışlara çevrilmişdi və biz o günlərin qayıtmağını istəmirik. Bu çempionat da artıq xoşa gələn, maraqlı bir formula ilə keçəcək. Bu, əsasən bu olimpiya sistemidir, play-off'dur. Artıq hər kəs kimlə oynayacaq bilir. Mən hamıya uğurlar arzulayıram. Ədalətli oyun olsun, xahiş edirəm hakimlərdən ədalətli oyun prinsiplərinə xüsusilə əməl olunmağına, riayət olunmağına ciddi fikir versinlər. Yeri gəlmişkən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi şəxsən Fərid müəllimə mən bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, çox gərgin iş qrafikində Şahmatda mütəmadi diqqət ayırmağa, çox vacib belə yaxından iştirak etməyə vaxt tapır və bundan əlavə şahmatı sevdiyini də biz bilirik. Tək vəzifə borcu kimi yox. Fərid, çox sağ olun. Biz şahmatçılar sizin bu işə olan münasibətinizdən həddən artıq razıyıq. Sizlərə uğurlar, yaxşı çempionat olsun, maraqlı çempionat olsun, ədalətli olsun. İstərdim gənclər öz gücünü bir daha göstərsinlər. Çempionatda reytinqə baxılmasın, gərgin mübarizə olsun, maraqlı kombinasiyalar olsun. Bir daha salamlayıram. Yaxşı çempionat, yaxşı uğurlu çempionat, uğurlu partiyalar, ədalətli oyun. Sağ olun. İndi isə sizi ölkənin ən güclü zehinlərinin mübarizəsi və ya şahmat üzrə Azərbaycan çempionatının tanıtım çarxına baxmağa dəvət edirik. Üz-üzə kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı 2026. Əziz dostlar, hörmətli xanımlar və cənablar, il boyu Azərbaycanda bilirsiniz ki, çoxlu sayda dünya və Avropa çempionatları keçirilir. Bir sıra beynəlxalq turnirlər, bir sıra mötəbər Grand Prixlər, lisenziya xarakterli yarışlar və bir çox böyük maraqlı idman layihələri. Bütün bunlara rəğmən artıq Mahir müəllim qeyd etdi. Gənclər və İdman Nazirliyi Azərbaycan şahmat ailəsinin bütün yarışlarında fəal iştirak edir və şahmatçıları diqqətdən kənarda saxlamır. İndi isə çıxış üçün dəvət olunur Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Fərid Qayıbov. Hörmətli Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir müəllim Məmmədov, hörmətli şahmat ailəsinin üzvləri, xanımlar və cənablar və təbii ki, əziz şahmatçılar, mən də öz növbəmdə Gənclər və İdman Naziri adından hamınızı salamlayıram və növbəti Azərbaycan çempionatının başlaması münasibəti ilə səmimi qəlbdən hər birinizi təbrik edirəm. Mahir müəllim vurğuladı ki, Azərbaycan çempionatlarının səviyyəsi artır, bu göz qabağındadır və artıq səfərimizə 2-ci ildir biz elə çempionatı bu formatda keçiririk. Çox gözəl formatdır, düşünürəm ki, hamı tərəfindən sevilir. Tərtibatdan tutmuş, təşkilatçılıq və tamamilə beynəlxalq səviyyəyə uyğun bir yarışdır. Desanan da vurğuladı ki, ölkəmiz bilirsiniz ki, bu illəri paytaxtımız daha doğrusu dünyanın idman paytaxtı seçilmiştir. Çünkü bilirsiniz ki idmanımız hər bir demək olar ki, həm olimpiya idman növləri, həm qeyri-olimpiya idman növləri necə inkişaf edir və bir çox idman növlərində müxtəlif yarışlar keçirirlər və Azərbaycan artıq yaxşı təşkilatçı kimi dünyada tanınır. Və il ərzində biz düzdür bunları hamısını biz vurğulamışdıq. 2 ay öncə
bizim ilin yekunlarına həsr olmuş federasiyanın hesabat görüşündə. Amma istərdim bir daha vurğulayayım ki, Şahmat Federasiyası bizim ən aktiv federasiyalardan biridir. Və bizim üçün bu çox rahatdır. Çünki bizim dəstəyimiz ancaq indi sağ olun, dəvət edirsiniz, gəlirik. Təbii ki, indi dəstək müxtəlif olur. Amma heç bir problem biz bu federasiyadan yaşamırıq. Və müəllim vurğuladı ki, mənim şahmat olan sevgimi, amma təbii ki, insanın sevgisini onun yanında olan insanlar müəyyənləşdirir və sizin komandanız hansı ki, həm birinci sırada ümumiyyətlə bizim gözəl idmançılarımız, təbii ki, şahmatı sevməmək olmaz. Bu qədər gözəl insan var ətrafında. Demək olar ki, mən zalın hamısını tanıyıram, burada olanları. Çünki tez-tez görüşürük, bölüşürük və təbii ki, yaxşı nəticələrimiz də var. O birlik var, o ruh ki var sizin federasiyada, yaxşı nəticələrimiz də var. Həm qızlarımız, həm oğlanlarımız. Yenə də təbii ki, bizim iştahımız böyükdür. Belə deyək ki, bəzən hansısa nəticələrlə razı qalmırıq, amma mən düşünürəm ki, biz bunu mərhələli şəkildə eləməliyik. Bu həyat belədir, bu mərhələli şəkildə baş tutur. Əsas odur ki, bizim öz idmançılarımız var, bizim öz şahmat mütəxəssislərimiz var. Bu günləri şahmat çox populyardır. Bu günləri şahmatla çoxlu sayda bizim gənclərimiz məşğul olur. Geri gəlmişkən bilirsiniz ki, bu həftə Azərbaycanda Gənclər Günü qeyd olundu. Elə bu həftəni də biz Gənclər Həftəsi kimi elan etmişdik və təşəkkür edirəm ki, məhz Gənclər Həftəsində siz şahmat çempionatının açılışını sağlamışsınız. Və bu bizim üçün təbii ki, böyük bir işdir. Çünki biz çempionlarımızı tanıyırıq, amma çempionların vasitəsilə biz minlərlə, 10 minlərlə, mən deyə bilərəm ki, 10 minlərlə bizim şahmatçılarımızı, gənc şahmatçılarımızı stimullaşdırırıq və onlar da şahmat oynayırlar, inkişaf edirlər və əsas bizim gənclər siyasətimizin bir məqsədlərindən odur ki, həm də onların asudə vaxtlarını səmərəli keçirdirlər. Təşəkkür edirəm bütün bu başlanğıçlarla və təbrik edirəm və düşünürəm ki, bizim bu ildə ilin başlanğıcıdır. Artıq belə aktiv başlamışıq. Düşünürəm ki, bu ildə bizim yaxşı nəticələrimiz olacaq və biz bir-birimizi bir neçə dəfə uğurlarımızla təbrik edəcəyik. Çox sağ olun. Əziz dostlar, Şahmat üzrə Azərbaycan çempionatı 2006 həm iştirakçı, həm də mükafat fondu ilə diqqəti cəlb edir. Reglamentə uyğun olaraq yanvarda keçirilən birinci dəstə yarışında yüksək illədə qərarlaşan şahmatçılar da çempionatda vəsiyə qazanıb. Yəni, hər zaman həmkarların təsdiqləyər biz arzulayırıq ki, futbolda da bu prinsip artıq ikinci ildə qorunur. Birinci dəstənin qalibi yüksək dəstəyə vəsiyə qazanır və bu çox vacib mübarizəni gərginləşdirir. Artıq şahmatda da ikinci ildir ki, bax, bu vacib və ədalətli oyun prinsipi üstün tutulur. İndi sizə Azərbaycan çempionatının bütün iştirakçılarını təqdim edirik. Kişi və qadınlar arasında şahmat üzrə 2026-cı ildə keçirilən Azərbaycan çempionatında növbəti dəfə ölkənin əksər şahmatçıları mübarizə aparacaq. Qadınların yarışında 18 iştirakçının mübarizə apardığı birinci dəstənin yekun nəticəsinə əsasən Lalə Hüseynova və Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazandı.
36 şahmatçı iştirak etdiyi kişilərin yarışında birinci dəstədə Ümid Aslanov, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İspatov, Paşam Əlizadə, Suat İbrahimli və Allahverdi Həmidov ilk onluqda yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə etdi. Azərbaycan çempionatı Olimpiya sistemi üzrə FIDE oyun qaydaları əsasında keçiriləcək. Qadın şahmatçıların Azərbaycan çempionatında birinci dəstədən seçilən şahmatçılarla yanaşı iştirak edəcək. Nərmin Kazımova, Nərmin Abdinova, Məryəm Ağaverdiyeva, Mələk İsmail, Zeynəb Məmmədiyarova, Fidan Ağasıyeva, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Türkan Məmmədiyarova, Gülnar Məmmədova, Xanım Balaçayeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva, o cümlədən son Azərbaycan çempionu Günay Məmmədzadə və şəxsi Avropa çempionatının qalibi Ülviyə Fətəliyeva. Qadınların Azərbaycan çempionatının ümumi mükafat fondu 30.000 manat təşkil edir. Kişi şahmatçıların Azərbaycan çempionatında birinci dəstədə yüksək yerlər tutanlarla yanaşı aşağıdakı iştirakçılar mübarizə aparacaq. Məhəmməd Zülfüqarlı, Şiroğlan Talıbov, Murad İbrahimli, Vüqar Manafov, Kamal Ağasiyev, Fərhad Tahirov, Rəhim Qasımov, Azər Mirzəyev, Xaqan Əhməd, Xəzər Babazadə, Riyad Səmədov, Əhməd Əhmədzadə, Vüqar Rəsulov, Misrəddin İskəndərov, Məhəmməd Muradlı, Nicat Abbasov, Aydın Süleymanlı. Komandalar arasında Avropa çempionu Eltac Səfərli, son çempion və komandalar arasında 3 qat Avropa çempionu Rauf Məmmədov. Rapid üzrə dünya, komandalar arasında isə 3 qat Avropa çempionu Şəhriyar Məmmədiyarov. Kişilərin Azərbaycan çempionatının ümumi mükafat fondu 62.000 manat təşkil edir. Beləliklə, Azərbaycanın ən güclü zehinlərinin mübarizəsi başlayır. Yeni Azərbaycan çempionunun adına fevralın 22-sində aydınlıq gələcək. Biz yenidən bizim federasiyamız rəhbəri Mahir müəllimə dəvət edirik. Qısa bir əlavəsi olacaq, amma çox zəngin bir video izlədik ki, bu qədər titul. Deməli, burada göstərildi birinci dərəcə. Biz birinci dərəcənin yarışlarına həddən artıq böyük fikir veririk. Birinci dəstə daha doğrusu, üzr istəyirəm. Birinci dəstənin iştirakçılarına, qoşulanlara, qaliblərinə dərindən öz minnətdarlığımı bildirmək istəyirəm. Birinci dəstənin oyunları, ümumiyyətlə seçim prosesi çox vacibdir. Ədalətli bir seçim prosesi. İkincisi də ki, bütün şahmatçılara bildirmək istəyirəm. Bəzi bu tam dəqiq bilməyənlər istərdim ki, məlumatlansınlar. Şahmatçı bir il klassik oyun oynamayanda inaktiv olur, yəni qeyri-aktiv olur. Biz bugünə qədər bu çempionat daxil olmaqla qeyri-aktiv şahmatçıları birbaşa əsas yarışa qəbul edirdik və bu yarışda bugün bu çempionatda da eləyəcəyik. Sadəcə olaraq xəbərdarlıq etmək istəyirəm ki, üzümüzə gələn il əgər kimsə reytingindən asılı olaraq əsas birinci dəstəni adlayaraq birbaşa bura güclər dəstəsindəki yarışa, əsas Azərbaycan çempionatına iştirak hüququ olacaqsa, əgər inaktiv olacağı, yəni qeyri-aktiv olacağı təqdirdə biz onu birinci dəstəyə göndərəcəyik. Beləliklə, bu deməkdir ki, əgər kimsə qeyri-aktivdirsə, klassik partiya oynasın, yarışlara qatılsın və aktiv olsun. Əgər çempionatda birinci dəstədə oynamaq heç qəbahət deyil, çox gözəl bir yarışdır, mən özüm gördüm və oyunların da yarışın səviyyəsinə baxıram. Çox gözəl bir yarışdır. Qeyri-aktivlər mütləq birinci dəstəyə gedəcəklər. Və üçüncü, mütləq qeyd eləmək istəyirəm, Fərid müəllim artıq qeyd elədi ki, il başlayır, belə biraz yaxşı parlaq başlayır və o parlaqlığın bir məqamını demək istəyirəm. Aydın Süleymanlı az qalmışdı Veykanzeydə birinci yerə çıxsın, ancaq təsadüf nəticəsində birinci yerə çıxan mədi. Bu da bir uğurdur və qabaqda bizi gözəl yarışlar, gözəl startlar gözləyir. Sağ olun. Təşəkkür edirik. Yəni
sırf Azərbaycan çempionatı üçün, yəni iştirakla kifayətlənmək olmaz. Mütləq il ərzində ən azı bir yarışda iştirak etməklə siz aktiv şahmat karyeranızı deaktiv etməmək çalışmalısınız. Əziz dostlar, bilirəm şahmatçıları böyük həyəcanla püşkatan mərasimi gözləyirlər. Amma bundan öncə mən istərdim yarış boyu əziyyətləri az olmayan, amma yarışda onları çox az alqışlayırlar. Mən yarışlarımızın bütün hakimiyyətini alqışlamanızı xahiş edirəm. Və səhnəyə dəvət edirəm yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmovu. Axşamınız xeyir. Hakimlər adından bütün iştirakçıları və qonaqları bir daha salamlayır və xoş gəlmisiniz deyirəm. Yarış qaydaları haqqında danışmazdan əvvəl qısa bir statistik məlumatı diqqətinizə çatdırmaq istəyirəm. İndi hamısını göstərdilər, mən digər bucaq altında deyim. Yarışımızda kişilərin çempionatında 11 beynəlxalq qrosmeyster, 11 beynəlxalq usta və 4 fide ustası olmaqla 30 şahmatçı mübarizəyə başlayır. Qadınlarımızın yarışında isə 8 beynəlxalq qrosmeyster, onlardan 4'ü eyni zamanda kişilər arasında beynəlxalq usta ünvanına sahibdirlər. 4 qadınlar arasında beynəlxalq usta və 2 fide ustası olmaqla 16 qadın şahmatçımız mübarizəyə başlayacaq. Kişilərin çempionatında turnirin orta əmsalı 2438, qadınların çempionatında 2213'dür. Açılış mərasimindən dərhal sonra iştirakçılarla texniki toplantımız keçiriləcək və bütün incəlikləri orada bir daha müzakirə edəcəyik. Burada isə mən sadəcə püşkatma mərasimindən öncə qısaca ümumi müddaları diqqətinizə çatdırmaq istəyirəm. Demək, yarışımız qeyd olunduğu kimi olimpiya sistemi ilə, digər adı ilə nokaut sistemindən keçiriləcək. Kişilər mübarizəyə 16'da bir final mərhələsindən başlayır. Qadınlarımız 8'də bir final mərhələsindən başlayacaq. Kişilərin çempionatın reyting favoriti Şəhriyar Məmmədyarov və son hal-hazırki Azərbaycan çempionu Rauf Məmmədov mübarizəyə bir sonraki mərhələdən, yəni 8'də bir final mərhələsindən qoşulacaqlar. Hər bir mərhələ klassik nəzarət vaxtı ilə keçiriləcək 2 oyundan ibarətdir. Gündə bir oyun oynanılır. 2 oyunun nəticəsinə görə qalib əlavə pul mükafatı əldə etməklə növbəti mərhələyə vəsiqə qazanır. Yox, əgər maç 1-1 hesabı ilə heç-heçə bitərsə, onda mərhələnin 3-cü günü qısaldılmış nəzarət vaxtı ilə və getdikcə qısaldılacaq nəzarət vaxtları ilə 4 mərhələdən, 4 pillədən ibarət tie-break sistemi tətbiq olunacaq. Nəzarət vaxtlarını mən burada təkrarlamaq istəyirəm, onu texniki toplantıda söhbət edəcəyik. Yarış oyunları hər gün saat 3'də başlayacaq, 15:00'da. Turlara gecikmə, maksimal icazə verilən gecikmə müddəti 15 dəqiqədir. Qaliblər, əgər masa üzərində, taxta üzərində vəziyyətin 3 dəfə təkrarı və ya pat vəziyyəti yoxdursa, heç-heçəyə razılaşmağa yalnız qaraların 30-cu gedişindən sonra icazə verilir. 30-cu gedişə qədər heç-heçəyə razılaşmaq olmaz. Azərbaycan çempionu adının sahibləri həm qadınlarda, həm kişilərdə birbaşa müvafiq Azərbaycan milli komandasının heyətinə vəsiqə qazanır. Hər iki çempionatın yarım finalçıları 2026-cı ildə keçiriləcək müvafiq şəxsi Avropa çempionatında iştirak etmə hüququ qazanır. Və sonda apellyasiya komitəmiz haqqında, apellyasiya komitəmizin sədri, yarışın apellyasiya komitəsinin sədri Azərbaycan Şahmat Federasiyasının baş katibi, beynəlxalq qrosmeyster və beynəlxalq hakim İlahi xanım Qədimovadır. 4 üzvü olmalıdır və bu üzvləri biz texniki toplantıda iştirakçıların bilavasitə təklifləri ilə seçəcəyik. Və bir daha bildirim ki, ilk oyunumuz
sabah o birisi gün, bazar günü 8 fevral tarixində saat 15:00-da başlayacaq və bugün yalnız kişi şahmatçılar mübarizəyə qoşulacaq. Qadın şahmatçılarımızın ilk oyunu 11 fevral tarixində olacaq. Və indi icazənizlə püşkatma mərasiminə keçə bilərik. Əziz dostlar, qeyd etmək istədim ki, Azərbaycan çempionatının yarış günlərində Federasiyanın sosial media səhifələrində bütün məlumatlar operativ təqdim olunacaq. Azərbaycan Şahmat Federasiyasının YouTube kanalı üzərindən bütün partiyalar canlı yayınlanacaq və şərh olunacaq. Ən əsas, Lütfər mənim qeyd etdi, amma oyunlara gecikən şahmatçılar ilk 15 dəqiqə gecikdiyi halda 100 manat cərimələnəcək. Daha çox olanda isə məğlubiyyət verilir. Eyni zamanda Federasiya yarışa marağı daha da artırmaq üçün, bilirsiniz ki, şahmatçılarımızda olur, heçəçələr çoxdur da, bəzən yorulmamaq üçün. Şans yaradır ki, 2 klassik partiyada qalib gəl, birbaşa növbəti məhləyə bəsiyə qazan, taybirqə getmə. Bu zaman mükafat fonduna əlavə 500 manat bonus qazandı şahmatçı. Bəli, arxa sıralarda 500 manat kifayət qədər ciddi rəqəmdir və əziz şahmatçılar, ilk turda rəngləri müəyyənləşdirmək zamanıdır. Püşkatmada iştirak etmək üçün biz səhnəyə dəvət edirik. Azərbaycan çempionatı 2025-in qalibləri, çempionlar Günay Məmmədzadə və Rauf Məmmədov. Mən əminəm ki, Rauf ilk olaraq püşkdə Günay xanıma şərt edəcək ki, Günay xanım rəngi müəyyənləşdirsin. Eyni nəfis tərtibatlı milli ornament və naxışlarla bəzədilən qutular, hər ikisində eyni fiqur var, ağ və qara rəng. Günay xanım, buyurun, seçin. Qutuları göstərək zəhmət olmasa əvvəlcə, hər ikisini göstərək. Aşaq və ilk oyunda rəng. Zəhmət olmasa fiquru göstərək. Göstərəcəm. Mən xahiş edirəm Günay xanım fiquru əldə də göstərək, çünki orada bəzən arxa sıralara başqa rəngi ola bilər, zəhmət olmasa fiquru əldə göstərək, mətbuat çəksin və digər qutu açılır ki, şəffaf olaraq ağ rəngli fiqur görünsün. İndi isə ötən çempionatda bizim Instagramın birdən-birə çökməsinə səbəb olan partiyanın iştirakçıları Rauf Məmmədov, yəni finalda Teymur Əcəbov, finalda Şəhriyar Məmmədyarov. Şəhriyar Məmmədyarov hal-hazırda Almanyadadır yarışda. Ağ rəngdə fiqur, xahiş edirəm fiquru göstərək. Rauf Məmmədov Azərbaycanın 6 qat ölkə çempionudur. Bu rekord məncə heç kimdə yoxdur, düzdürmü? Və qara fiqur. Çempionları rica edəcəm xatirə fotosu üçün baş hakimdən bir yerdə. Xatirə fotosu üçün zəhmət olmasa Brentfordun önünə. Lütfən müəllim, sizdə zəhmət olmasa. Əziz dostlar, Azərbaycan çempionatı bazar günə etibarən başlayır. Bu zalda saat 15-dən etibarən çox sakitlik olacaq. Amma beyinlər düşünəcək, zehinlər işləyəcək və hamını bir sual maraqlandırır. Yeni çempion kim olacaq? Bütün şahmatçılara uğurlar arzu edirik. Bugün bizimlə olan mətbuat nümayəndələri, həmkarlarıma təşəkkür və alqışlar çox xahiş edirəm. 15 gün bizimlə olacaqlar. Açılış mərasimində bizimlə olduğunuz üçün təşəkkür edirik. Bütün şahmatçılara uğurlar diləyirik. Çox sağ olun.